izahlarla başlayırıq. 6-cı sualdan. A kub plus B kub plus C kub ifadəsini bizdən soruşur. Gəlin eyni belə deyək, ifadələri bir yere yığaq. Yəni A kvadratı üzərinə gəlinsin 2A, üzərinə gəlinsin B kvadratı, üzərinə gəlinsin 4B, üzərinə gəlinsin C kvadratı ki var, bərabərdir nəyə? Minus 5'e. Biz bilirik ki, bunu tam kvadrat tamamlamaq üçün A plus 1'in kvadratı yazıb 1 çıxa bilərik. Buradan B plus 2'nin kvadratını yazıb 4 çıxa bilərik və üzərinə gəlsin C kvadrat bərabərdir minus 5'e. Minus 1, minus 4 edər minus 5. Sağ tərəfə atanda o minus 5'dən dəyər olar 0. Sol tərəfdə kvadratlar qalar. Və bərabər 0'a. Kvadratların cəmi hər bir kvadratların cəmi 0'a bərabərsə, hər bir ayıraqda 0 olmalıdır. A plus 1 bərabərdir 0, B plus 2 bərabərdir 0, C bərabərdir 0'a. A bərabərdir mənfi 1, B bərabərdir mənfi 2, C bərabər 0 öz yerində. Və bizdən A kub, B kub, C kub soruşur. Minus 1'in kubu, minus 2'nin kubu, 0'ın kubu. Minus 1, minus kublardır bunlar. Minus 8, bu da 0 yazmıram. Minus 9'dur ki, yine şagird doğru yazıb. Təbriklər. Kəsirin ən böyük qiymətini tapın. 7-ci sual. 7-ci sualda kəsirin ən böyük qiymət tapmaq üçün nə etmək lazım idi? Məxrəcin ən kiçik qiymətini tapmaq lazımdır və burada A-sı 0-dan böyükdür. Ən kiçik qiymətini tapmaq olur. Və bunun ən kiçik qiymətini tapmaq üçün x0 bərabərdir minus B bölü 2A və yaxud da tam kvadratdan da tapmaq olar. 6 bölünsün 2, 3'dür. Bu minimum nöqtəsidir və bunun minimum qiymətini tapmaq üçün yerinə qoymaq lazımdır. 3 kvadrat çıxılsın 6 bölü 3 plus 14. 9 minus 18 plus 14. Minus 9 plus 14, o da 5 verər ki, bu aşağının qiyməti 5'e bərabərdir. Amma kəsirin qiyməti diqqətli olmaq lazımdır. 5 bölü 5 1'dir ki, şagirdə təbrik edirəm. N-in neçə müsbət tam qiymətində kəsiri müsbət tam ədəddir. Bildiyimiz kimi burada n plus 4 ədədi 24'ün bölənləri olmalıdır. Yəni ola bilər 1, 2, 3, 4, 6, 8, 12, sonra nə ola bilər 24. Deməli, əgər n plus 4 1'ə bərabərsə mənfi ədəd alınır, mənfi ədəd alınır. N plus 4 3'ə bərabərsə mənfi 1 alınır. 4 olanda 0 olar, olmaz. Deməli, kəsir müsbət tam qiymət ədəddə hansında? 1, neçə müsbət tam qiymətində? 2, 3, 4. 4 müsbət qiymətində cavab D variantıdır. Ümidvaram ki, verilən tapşırığı şagird həmçinin doğru şəkildə yazmışdır. Növbəti sualımıza keçid alırıq əziz şagirdlər. Növbəti sualımızda yine əvvəlki illərdə düşmüşdü bu sual. Satıcı mağazadakı qələmlərin 10 dənəsini 20% gəlirlə, geri qalanlarını 40% gəlirlə satır. Əgər qələmlərimizin belə deyək, sayı 10 dənədirsə, 10 dənəsini 20% gəlirlə satırsa, o zaman biz gəlin qələmlərin sayına, qələm sayına x deyək. Deməli, bunlardan 10 dənəsi 20% gəlirlə satılıb, yerdə qalanların sayı neçə olar? Yerdə qalan sayı bildiyimiz kimi 10-x olar. O zaman belə yaza bilərik ki, 10 dənəsi 20% gəlirlə satılıbsa, onu vururam 0.2'yə. Üzərinə gəlinsin. 10 dənəsindən, x dənəsindən 10 getdi. Yerdə neçəsi qaldı? x çıxı 10 qaldı. x çıxı 10 vurulsun, 40% gəlirlə satılıb. 0.40'a bərabərdir 32% gəlir əldə etmişdir. Yəni x vurulsun 0.32. Bu edər 2. Bu edər 0.4 x çıxılsın 0.4 onu vuranda neçə edər? 4. Bərabərdir 0.32x. 2 çıx 4 minus 2 bərabərdir 0. Minus 0.08 x eləməlidir. Ümidvaram ki, hesablamanı doğru edirəm.
və burada mənfilər gedər. X-imiz nəyə bərabərdir əziz şagirdlər? X-imiz bərabərdir 25-ə. Mağazadakı qələmlərin sayını tapın 25. Bu da digər bir saatdır.